Riyaziyyatdan tez-tez sınaqlara, imtahanlara düşən belə bir sualın izahına baxaq. Sualımızda deyilir ki, A və B-nin həndəsi ortası 4, A, B və C-nin həndəsi ortası 8 isə C-nin qiymətini tapın. İlk öncə həndəsi orta nədir? Ona baxaq. Tutaq ki, 2 ədəd verilib A və B. Onların həndəsi ortası deyiləndə kök altında hasili nəzərdə tutulur. Bu bizdə 4-ə bərabərdir. 3 ədədin həndəsi ortası dedikdə isə artıq 3-cü dərəcədən A vuraq, B vuraq, C olacaq. Bu isə bizdə şərtdə 8-ə bərabərdir. O zaman birinci ifadənin hər iki tərəfini kvadrata yüksəltsək, alarıq ki, AB bərabərdir 16. Digər tərəfdən bu ifadənin hər iki tərəfini kuba yüksəltsək, alarıq ki, ABC bərabərdir 512. AB-miz 16-ya bərabərdir. Burada isə ABC var. O zaman gətirib AB-nin yerinə 16 yaza bilərik. Alarıq ki, 16 vuraq C bərabərdir 512. Buradan C-ni cavab variantlarına uyğun tapsaq, 512-ni 2 üstü 9 yaza bilərik. 16-nı isə 2 üstü 4 şəklində yazsaq, buradan əsaslar eyni olduğundan qüvvət üstləri çıxılır. Yəni 9 minus 4 və 2 üstü 5 almış olarıq. Yəni C variantı.